Salam əziz tələbələr, yeni bir sınaq izahı ilə qarşınızdayıq. 46-cı sualdan etibarən olan sualların izahını bu videoda görmüş olacaqsınız. Vaxt vermədən də sualların izahına keçmiş olacağıq. 46-cı sualımız hesab əməlləri ilə bağlı bir sual tipidir. Elə də çətin bir sual deyildi. Bu tip sualları tez tutmaq üçün nə etməlisiniz? Baxın, tutaq ki, bizə 2 vurulsun 3 verilib. 2 vurulsun 3 bizə verir 6-nı. Biz indi 6-nı 3-ə bölsək neçə alarıq? 2-ni alarıq. Eyni qaydada 6-yı 2-yə bölsək 3-ü almış olarıq. Deməli, mən 106-nı elə bölüb qismətdə 13 alıramsa, eyni qaydada 106-nı da 13-ə bölüb elə almış olacam. Bu halda 106 bölünsün 13. Bizə neçəni vermiş olacaq? 106-nı 13-ə bölmüş olsaq 8 dəfə düşəcək 104, qalıqda da alınacaq 2. Deməli, bu zaman avtomatik deyəcək ki, biz elimiz 8-dir, emimiz də 2-dir. Həqiqətən 106-nı 8-ə bölsək 13 düşər qismətə, qalıq da olar 2. Bizdən isə el bölünsün m qismətini cavabını tapmamızı istəyir. Elin qiyməti 8 idi, m-də isə 2. 8 bölünsün 2 isə bizə verəcək 4-ü. 46-da cavab olacaq B. 47-ci suala baxırıq. Yazıb ki, otaqda qara, ağ və boz rəngli pişiklər var. Qara rəngdə olan pişiklərin sayının qalan pişiklərin sayına nisbəti 1-in 1-ədir. Baxın, yazıb ki, qara rəngdə olanların sayının digərlərinin sayına nisbəti 1-in 1-ədir. Digərləri hansılardır? Bozlar və ağlardır. Sonuncu cümləmdə diqqət yetirmiş olsaydım ki, yazmışdı boz pişiklərin sayı 8-dir. Deməli, mən boz pişikləri buradan silirəm, yerinə yazıram 8-i. Qaranın digərlərinin cəmlə nisbəti 1-in 1-ədirsə, buradan nə alınır? Qaralar bərabər olur 8 plus A-ya. Bu oldu qara pişiklərin sayı. Digər tərəfdən növbəti cümləmdə yazılıb ki, ağ pişiklərin sayının qalan pişiklərin sayına nisbəti 3-ün 7-yədir. Yəni, ağ pişiklərin sayı qalan pişiklər hansılardır? Bozlar plus qaralardır. Boz pişiklərin sayı 8 idi. Burada verilmişdi. Yəni 8 plus 2 bərabərdir 3 bölünsün 7-yə. 3-ün 7-yə nisbəti verilib bizə. Buradan da 7A bərabər olacaq. 3 dəfə 8 24 plus 3 2-yə. Mən artıq 2-nin qiymətini bilirəm. 8 plus A-dır. Gətirib tənlikdə yerinə yazmış olsam 7A bərabər olacaq 24 plus 3 vurulsun 8 plus A-ya. Sadələşdirmiş olsaq nə alınır? 7A bərabərdir 24 plus 24 plus 3A. 3A-nı atıram sol tərəfə olacaq 4A bərabərdir 48. Buradan da A bərabər olacaq 12-yə. Deməli, ağ pişiklərin sayı 12-dir. Bizdə nə istəyir? Qara pişiklərin sayını tapmamızı istəyir. Gətirib baxın, bu hissədə yerinə qoymuş olsaq 2 bərabərdir 8 plus A. A da bizdə neçə idi? 12 idi. 8 plus 12 də bizə verəcək 20-ni. Deməli, qara pişiklərin sayı oldu 20, cavabımız olacaq A variantı. Çətin bir sual deyildi. Hissə yaza bilsəydiniz, rahat şəkildə tapa bilərdiniz. İndi isə baxırıq 48-ci suala. Yazıb ki, aşağıdakı şərtləri ödəyən 2 tam ədədin cəmini tapın. Birinci halda verilib ki, ədədlərin hər ikisi birdən kiçik, birdən böyük 60-dan kiçikdir. Yəni 1-60 aralığındadır bu ədədim mənim. Daha sonra davamda yazıb ki, ədədlərin hər ikisi 3-ə qalıqsız bölünür. 3-ə qalıqsız bölünənlər hansılardır? Hansı ki, bu parça daxilində 3-dür, 6-dır, 9-dur, 12-dir. Bu qaydada davam edəcək 160-a qədər. Üçüncü cümlə. Ədədlərin hər ikisi tək ədədlərdir. Artıq mən burada cüt ədədləri siləcəm. Cüt ədədlər hansılardır? 2-yə bölünən ədədlərdir. Deməli, indi burada qalacaq nələr məndə? 3, 9, daha sonra 15, növbəti 21, bu qaydada 25, növbəti məsələn 27. Çünki bizdə yazıb ki, tək ədədlər olmalıdır və 3-ə qalıqsız bölünməlidir. Məsələn, 25 3-ə qalıqsız bölünmür. Bunu yazmayacağım. 3, 9, 15, 21, 27, növbəti 33. Bu qaydada davam edər düz 60-a qədər. Daha sonra yazıb ki, hər iki ədədlərin rəqəmlərinin cəmi 4-dən böyük, 8-dən kiçikdir. Baxın, avtomatik burada bəzilərini silirəm. 4-dən böyük deyil, 3 4-dən böyük deyil, 3-ü sildim. 8-dən kiçik olmalıdır, 9 8-dən kiçik deyil, sildim. 1 plus 5 6-nı verir, 4-dən böyükdür, 8-dən kiçikdir, doğrudur. Daha sonra 21 rəqəmlər cəmi 3-ü verir bizə, 4-dən kiçikdir, böyük deyil, silirik. 27 rəqəmlər cəmi bizə 9-u verir. Bunu da silmiş olacağıq. 8-dən kiçik deyil. 33-də rəqəmləri cəmi bizə verir 6-nı. 8-dən kiçikdir, 4-dən böyükdür. Daha sonra bizdə olardı 36 olmazdı, olardı 39. Təkədə də olmalıdır çünki, amma rəqəmləri cəmi 12-ni verirdi, ödəməzdi. Daha sonra bizdə qalırdı nə? 42 cüt ədəd ödəməz, 45 rəqəmləri cəmi bizə 9-u verir, ödəməz. Bu şəkildə yetsəydik, bir də bizdə ödəyəcəkdi hansı? 51. Rəqəmləri cəmi bizə verir 6-nı. Bu 4-dən böyükdür, 8-dən kiçikdir. Növbəti cümləmi oxumuş olsaydım. 5-də yazıb ki,
Hər iki ədədin rəqəmlərin hasili 8-dən kiçikdir, 4-dən böyükdür. İndi baxın, 1 vurulsun 5, 5-ə bərabərdir. Bu 4-dən böyükdür, 8-dən kiçikdir. 3 vurulsun 3, 9-a bərabərdir. Bu artıq 8-dən böyükdür, kiçik deyil. Deməli, bunu da siləcəm. Bir də 5 vurulsun 1, yenə 5-ə bərabərdir. 8-dən kiçik, 4-dən böyükdür. Deməli, bu da ödəyir. Bu halda məndən nə istəyir? Aşağıdakı şərtləri ödəyən 2 tam ədədin cəmini tapın. Biri oldu 15, biri də oldu 51. 15 plus 51 də mənə verəcək 66-nı. Cavab olacaq C. Ədədləri bu şəkildə yazsaydı sizsə rahat şəkildə tapmaq olardı. 49-cu sual. Yazıb ki, atanın yaşı 3 oğlun yaşlarının cəmindən 5 vahid çoxdur. Atanın yaşı olsun A. Oğullar da kiçik oğlun yaşı olsun K. Ortancıl oğlun yaşı olsun bir C deyək buna. O yazmayaq sıfıra bənzəməsin deyə. Böyük oğlun yaşı olsun B. Daha sonra yazılıb ki, baxın, bunların yaşları cəmindən atanın yaşı 5 vahid böyüdürsə, bunların yaşlarının mən üzərinə 5 gəlmiş olsam, atanın yaşına bərabər olmuş olar. Növbət cümlədə yazıb ki, 10 il sonra atanın yaşı ata böyük oğluna 2 dəfə çox olacaq. 2 dəfə daha yaşlı olacaq. Bu halda 10 ildən sonra atanın yaşı olacaq A plus 10. Hansı oğuldan 2 dəfə böyük olur? Böyük oğlundan. Böyük oğlun yaşı B idi. 10 ildən sonra böyük oğlun yaşı olur B plus 10 və böyük oğlun yaşından 2 dəfə böyük olduğu üçün mən böyük oğlun yaşını vuracağım 2-yə ki, atanın yaşına bərabər olmuş olsun. Daha sonra yazıb ki, 20 il sonra ortancı oğuldan 2 dəfə böyükdür. 20 il sonra atanın yaşı olacaq A plus 20. Daha sonra bu bərabərdir nəyə? Ortancıl oğlun yaşı nə qədərdir? C plus 20-yə. 20 il sonra bundan da 2 dəfə böyük olacaq. Daha sonra yazıb ki, 30 il sonra atanın yaşı olacaq A plus 30. Kiçik oğlun yaşından 2 dəfə çox olacaq. Yəni 2 vurulsun artıq yazacağım K plus 30. Daha sonra nə etməliyəm? Mən ortancıl oğlun yaşını tapmalıyam. Baxın, hamısını tərəf-tərəfə toplasaq, buradan atanın yaşını rahat şəkildə müəyyən edə bilərik. Hamısını tərəf-tərəfə toplayıram. Burada nə alınır? 3A plus alınacaq 60. Bərabərdir. Baxın, 2B plus 2C plus 2K alınır sağ tərəfdən. Eyni zamanda baxın, bunları vurub atsaydıq nə alınardı? 2B plus 20. Vurub atsaydıq 2C plus 40. Vurub atsaydıq 2K plus 60 alınardı. 2B, 2C, 2K-nı yazdıq. 20, 40, 60. Cəmizə verəcək 120-ni. İndi sağı topladıq, sol topladıq. Sadələşdirmiş olsaq. Baxın, burada 2-ni mötərizə xaricdən çıxardacam. 3A plus 60 bərabərdir. 2-ni mötərizə xaricdən çıxarsaq. B plus C plus K bərabər plus 120. Bu şəkildə yazmış olsaq. İndi baxın, biz buradan bilirdik ki, K, C, B cəmi nəyə bərabərdir? A minus 5 bərabər olur nəyə? K minus K plus C plus B. İstəsiz belə yazın və istəsiz A-nın qiymətini gətirin yerinə yazın. Ən yaxşısı A-nın qiymətini gətirək yerinə yazaq. Baxın, A-nın qiyməti budur. Mən gətirib A-nın qiymətini yazacağım yerinə. 3 vurulsun K plus C plus B plus 5 plus 60 bərabər olacaq. Baxın, bu oldu. Bizdə A-nın qiyməti gətirdik yerinə yazdıq. Bərabər olacaq. Əslində mötərizənin içində almağa heç ehtiyac yox idi. Olduğu kimi saxlayaq. 2B plus 2C plus 2K plus 120-yə. Bunu indi sadələşdirmiş olsaq. Baxın, 3K, 3C, 3B. Bunu bir də başa vurub açıram. 3K, sonra 3C plus 3B plus 45. Daha doğrusu 15. İndi, baxın, birbaşa vurub açdım. Bir də çox vaxtımız yetməsin deyə. İndi 3K-dan 2K çıxanda qalır K. 3C-dən 2C çıxanda qalır C. 3B-dən 2B çıxanda qalır B. 15 plus 60. Bu bizə verir 75-i. 120-dən indi 75 çıxmış olsaq. Bu bizə verəcək 45-i. K plus C plus B cəmimizə verəcək 45-i. İndi, atanın yaşı nəyə bərabərdir? K plus C plus B 45-ə bərabərdirsə, mən gətirib baxın, burada yerinə 45 yazsam, 45 plus 5 mənə verir 50-ni. Deməli, atanın yaşı oldu 50. Bunu tapdıq, bir kənardan yazırıq, A bərabərdir 50-yə. Ortancıl oğlun yaşını tapmalıyıq. Baxın, bunun üçün sadəcə bu cümlədən istifadə edəcəyik. 20 il sonra ortancıl oğluna 2 dəfə daha çox olacaq yaşı. Onu da harada yazmışıq tənliyini? Baxın, onun tənliyini də yazmışıq burada. Bu hissəni indi silirəm, çox çaşdırıcı olmasın deyə. İndi yazırıq. Atanın yaşı 20 il sonra ortancıl oğlun yaşının 2 dəfə çoxdursa, atanın hal-hazırda yaşı A idi. 20 il sonra olacaq A plus 20. Hal-hazırda yaşı 50-dirsə, olacaq nə qədərsə 50 plus 20. Bu bizə verəcək 70-i. 70 bərabər olacaq. Ortancıl oğlun deyir yaşından 2 dəfə çoxdur. 2 vurulsun. Ortancıl oğlun yaşı hardadır? Baxın, C plus 20. Burada verilib. C plus 20. Buradan artıq C-ni rahat şəkildə tapa bilərik. 70 bərabər olur 2C plus 40-a.
Buradan da 70'dən də 40'ı çıxmış olsaq bizə verir 30. 30 bərabərdir 2C-yə, C də bərabər olacaq 15-ə. Deməli, ortancıl oğlun yaşı oldu 15, cavabımız olacaq D variantı. Növbəti suala baxırıq indi. 50-ci sualımız, yəni hesab əməlinə bənzər bir sual tipidir. Baxın, smailik vurulsun, qara kvadrat bizə 54'ü verib. 54 dediyi halda nə gələcək? 9 vurulsun 6 gələcək. Və ikinci sətirdə burada baxırıq ki, smailik vurmuşuq, qara smailik, ağ smailik 45 almışıq. Deməli, deyəcək ki, bunlar 9'dur, bu da 6'dır. A smailik 9'dursa, qara smailik olacaq 5. Qara smailik həqiqətən 5'dir, kvadratımız 6-dırsa 5 dəfə 6 30 verir. Həqiqətən tapdığımız ədədlər doğrudur. 9, daha sonra 6 və 5 cəmi. Bizə neçəni vermiş olacaq? 5, 6, 11, 9 da bu 20. Cavabımız olacaq A variantı 20. 51-ci suala keçid edirik indi. 51-ci sualımız cədvəllər mövzusu ilə bağlı bir sual tipidir. Yazılıb ki, sual işarəsi əvəzinə hansı ədəd yazılmalıdır? O da göstərilib ki, C bərabərdir sual. İndi C-ni tapmalıyıq. Bunun üçün nə edəcəyik? Baxın, bir kənardan yazaq. A plus C bərabər olsun 30'a. A plus C bərabərdir 30'a. Növbəti B plus C bərabərdir 22'yə. B plus C bərabərdir 22. Tərəf-tərəfə çıxsaq C-ləri buradan azad edəcəyik. A minus B bərabərdir 30'dan 22 çıxsaq alınır 8. Daha sonra A ilə B arasındakı bir asıllığa baxaq. Məsələn, baxın, A ilə B arasındakı asıllıq. A plus B bərabər olub 2C-yə. Yenə tərəf-tərəfə toplasam, bu səfər B-lərdən azad oluram. Alınır da 2A bərabərdir 8 plus 2C-yə. Hər tərəf 2-yə bölsək, A bərabər olacaq 4 plus C-yə. İndi A ilə C-nin asılını buradan da onsuz görmüşdüm. Baxın, burada var idi. Yazıram, A plus C bərabərdir 30'a. Burada isə var nə? Baxın, C-ni atıram sol tərəfə, alınır A minus C bərabərdir 4'ə. A minus C də buradan bərabər olacaq 4'ə. İndi tərəf-tərəfə çıxsaq, buradan nə alınacaq? Baxın, A-lar gedəcək tərəf-tərəfə çıxsaq, buradan alınır. C çıxsın mənfi, C də bizə verəcək 2C-ni. 2C bərabər olacaq 30'dan 4 çıxanda bizə verəcək 26'nı. C də buradan bərabər olacaq neçə? 13'ə. Cavabımız olacaq D variantı 13. Növbəti suala baxacaq. 52-ci sualımız cədvəl qrafik diaqram mövzusu ilə bağlı bir sual tipidir. Yazıb ki, cədvəldə X kompaniyasının A, B, C, D və D şəhərləri üzrə filialların sayı və ümumi sayı görə faiz nisbəti göstərilmişdir. Kompaniyanın D şəhərindəki filialların sayını təyin edin. Biraz sürətli işləyəcək. Baxın, tapa bilərdik ki, bu ədəd neçədir? Ümumi filiallarının sayı nə qədərdir? Bu zaman necə fikirləşə bilərik? Deyərdik ki, 40, əgər X sayda mənim ümumi filialım varsa, bunun 10% bərabər neçəyə? 40'a. Buradan X tapa bilərdik. Amma bu biraz vaxt itkisi olacaq. Daha qısa şəkildə gedəcək. Necə gedə bilərik? Baxın, 10%-i 40'dır. Aradakı asıllıq necədir? Biz onu vursaq 4'ə alınarıq 40'ı. Deməli, aradakı nisbət 4'dür. İndi 40'ı vursaq 4'ə alarıq 160'ı. Deməli, M neçədir ki, onu 4'ə vuranda 80 almışıq? 20'yə. İndi baxın, biz tapmalıyıq ki, D-də filialların sayı nə qədərdir? Yəni, Z-i tapmağa çalışmalıyıq. Bunun üçün 20 plus 10 plus 40'a baxırıq ilk növbədə. Ümumi faizimiz bilirik ki, 100%-dir. 20 plus 10, 30, 40 da burada 70. Geridə neçə qaldı? 30% qaldı. İndi 30'u da 4'ə vursaq nə alınır? 120 alınmış olar. Deməli, Z-in də qiyməti oldu 120. Hər zaman ədədlərin arasındakı asıllığa baxın. Asan bir asıllıqdırsa, yəni 4'ə, 2'yə, 3'ə, neçəsə vurmaqla rahat şəkildə tapılan bir asıllıqdırsa, bu şəkildə gedin. Yox, asıllığımız daha mürəkkəb olsa artıq düşünərdik ki, bizim ədədimiz ümumi cəmimiz X-dır. X-in 10%-i bizə verib neçəni? 40'ı. Bunu hesablaya bilərdik. Buradan X-i tapardıq, sonra digərlərini uyğun olaraq tapıb yerlərini yaza bilərdik, amma bu biraz vaxt itkisi olurdu. Növbəti 53-cü suala baxırıq. 53-cü sualda sual işarəsi yenə bir X yazaq ki, X-i təyin etməyə çalışmalıyıq. Bu tip suallarda əgər baxın, ortalarda bir hərf gizlədilibsə, sondan əvvələ doğru gəlin, onda tapmaq daha rahat olur. Məsələn, tutaq ki, biz F və O-dan bir ədəd alırıq. Daha sonra X və P-dən birini alırıq. Bu ikisindən aldıqlarımızdan, tutaq ki, bundan A almışıq, buradan da B almışıq. A və B-dən aldığımız da olsun C, ən son nəticədə. C ilə P-dən ən sonunda nə almış oluruq? F almış oluruq. Deməli, bu mötərizənin içindən bütövlükdə C çıxır. C və P-dən də F alırıq. C-də ixtiyari bir X ədədi deyirəm, yəni məhsuldur, bilmirik hansıdır. İndi bu X-i tapmalıyım ilk növbədə. X və P-dən mən F alıramsa, gəlib baxacam ki, mən P ilə hansından kəsişməsindən F alıram. Baxın, P ilə H-ın kəsişməsindən F almışam. Deməli, bu X ədədi elə olacaq H. Bunu tapdıq. İndi daha sonra nəyi tapmalıyıq? Bu hissədən nə çıxdı bizə? H çıxdı. H nələrdən çıxıb? H, baxın, bunun nəticəsi ilə, F və onun nəticəsi ilə buradakı sualla P-nin nəticəsindən alınıb. Mən indi birbaşa deyəcəm ki, H-ı biraz aşağıdan yazaq. Birbaşa deyəcəm ki, tutaq ki, buradan F və O-dan nə çıxır? Baxıram F və O-ya. F və onun kəsişməsində G var.
Deməli F və O-dan çıxdı G. İndi G ilə baxın burada sual olan hissədən nə alındığını bilmirəm tutaq ki. Buradakı sual olan hissədən nə çıxacağını bilmirəm. Çünki sualım var. Tutaq ki buradan bir X hərfi alınır. G və X-dan da H alınırsa, gəlib baxacağam ki, G və X-dan H necə alına bilər? H buradadır. Baxın G ilə nədən H alınır? F-dən H alınır. G ilə F-dən H alınırsa, deməli bu X-ə də olacaq nə? F olacaq. G ilə F-dən alınacaq H. İndi artıq bunu da silirəm. Deməli buradan nə alındı? F ədədi alınıb. İndi birbaşa buna bir X demiş olsam, X ilə P-dən F alınırsa, gəlib baxacam ki, görüm P ilə nədən mən F ala bilərəm? P ilə nədən F almış oluram? Baxın, H-dan F almış oluram. Deməli, P ilə H-ın kəsişməsində yerləşir F. Deməli, sual işarəsi yerinə olmalıdır nə? H. H ilə P-dən F alınacaq bu qaydada. Deməli, sual işarəsi yerinə H olursa, cavabım olacaq C variantı. Bir variantlar da yerinə qoyub yaza bilərdiniz. Bu şəkildə arxadan da gələ bilərdiniz. Hər ikisi də eyni cavabı gəlib çıxmış olacaqdı. 54-cü suala baxırıq. Anagram sualdır. A variantında inşaatçı yazılıb. B-də artist yazılıb. Tərcüməçi yazılıb C-də. Daha sonra ekskavator yazılıb Y-də. Redaktor da yazılıb D variantında. Ekskavator artıq bir sanki nəqliyyat vasitəsidir. Digərlərin hər bir şəxs olduğu üçün onları silmiş olacaqdıq. Cavabımız olacaq Y variantı. 55-ci sual şəkil münasibətlərlə bağlı bir sual tipidir. Diqqətlə baxmış olsaydıq, baxın, sanki bu birinci şəkildir, bu ikinci şəkildir. Bu şəkildə bunları fərqləndirək. Baxın, bu birinci şəkil olsun. Digəri də olsun ikinci şəkil. Baxın, bu da olsun ikinci şəkil. Bu ikisinin birləşməsindən buradakı üçüncü şəklim alınıb. İndi, xətlər olduqda deyirdik ki, adətən nəyə baxırıq? Ortaq olan və ortaq olmayan xətlərə. Mən indi baxacağım bu nəticəsində olan xətlərə ki, bu xətlər necə alınıb? Bu xətlərin özəllikləri nədir ki, bunları sonunda çəkib? İndi, diqqətlə baxmış olsaq, baxın, ortaq olan xətləri silir. Bu xət burada da var, burada da var. Növbəti hissədə burada yoxdur. Deməli, ortaq olan xətləri siləcək. Amma baxın, burada məsələn bu diaqonalım var. Bu diaqonal sadəcə əvvəldəki şəkillərindən birində var, ikisində yoxdur. Deməli, ortaq olmayanları çəkəcək, üçüncü hissəyə ortaq olanları siləcək. Eyni qayda qanunu tətbiq edəcək sona. Məsələn, baxın, bu xəttin burada da var, burada da var. Ortaqdırsa siləcək. Baxın, A variantında var deyə silirəm. Y-də var, silirəm. C-də var, silirəm. İndi D ilə B variantı arasında bir fərqə baxaq. Məsələn, baxın, buradakı bu diaqonalın burada yoxdur. Birbaşa həmin hissəyə baxın. Baxın, bu diaqonal birində var, birində yoxdursa nə olacaq? Silinməyəcək, qalmalıdır. Ona görə D variantı doğru olmuş olur. 56-cı sualımız ardıcıllıqdır. Diqqətlə baxsaq görmək olardı. Baxın, 5-in kvadratı 25, 6-nın kvadratı 36, 7-nin kvadratı 49, 8-in kvadratı 64, 9-un kvadratı 81, 5, 6, 7, 8, 9, indi gəlir 10. 10-un kvadratı da bizə verir 100-ü. Baxın, ədədin kvadratını özündən önə yazır. 10-un kvadratını özündən önə yazırıq, alınır nə? 10.010. Elə A variantı alınmış olur. 57-ci suala baxsaq, yenə ardıcıllıq sualdır. Diqqətlə baxmış olsaq çətin deyildi. Baxın, ipuçlarımız var idi. 20, 10, daha sonra 32, 16, 8, 4. Sanki 2-yə bölüb. Hər dəfə arada bir dənə ədəd saxlayıb bu şəkildə. Yenə biz 38 saxlayacaqdıq. Bu ədədlər bir-birinə 2-yə bölündükdə digəri alınmalı idi. İndi birbaşa diqqətlə baxmış olsaq, bəs 2-dən 8-ə necə keçid etmişik? 2-nin üzərinə gəlmişik 6, sanki bölmüşük 2-yə. Daha sonra üzərinə gəlmişik 10-u, növbəti üzərinə gəlmişik 6-nı bölmüşük 2-yə, növbəti üzərinə gəlmişik isə nə? 6-nı. Baxın, artıq bu üzərinə gəlmə 6 necə alındığını heç düşünməyə də ehtiyac yoxdur. Bir dənə keçiddən tutmaq olurdu. Deməli, 38-in üstə biz nə gəlməliyik? 6 gəlməliyik. Çünki 32-ni böldük 2, 16. 38-in üstə 6-nı gəldik 44. 44-ü 2-yə böldük 22. Cavab olacaq 44, 22 Y variantı. Axıra qədər, yəni bütün qayda qanunu tapmanıza ehtiyac yoxdur ipucularından. Baxın, bu şəkildə ipucularından getmiş olsaydınız, rahat şəkildə cavablaya bilərdiniz. Burada sadəcə 14-dən 20-yə, 2-dən 8-ə, 26-dan 32-yə necə keçid edirdisə, 38-dən də bu sualı elə keçid etməli idi. Üstə 6 gəlirdi, 44 olurdu. 44-də 2-yə böləndə 22 alınmış olurdu. 58-ci sual, yenə anaqramdır. 58-də məsələn, A variantında skripka yazılıb. Daha sonra B-də nəzarət yazılıb. Növbəti qarmon yazılıb C variantında. Daha sonra kontrabas yazılıb D-də. Və piano yazılıb. Piano yazılıb harada? Y-də. İndi
Fərqli olan hansı oldu? Nəzarət anlayışı oldu ki, bunların hər biri çalğı alətidir. Nəzarət isə tamamilə fərqli mənaya gəlir. Cavabımız oldu B. Şəkil ardıcıqlarla bağlı bir sual tipi verilib. 59-da yenə asan bir sualdır. Diqqətlə baxmış olsaq, baxın birinci yerdə oxdur. Ox gəlib daha sonra ikinci yerdə, növbəti gəlib üçüncü yerdə, indi ox gələcək dördüncü yerdə. Sonuncu hissədə gəlməlidir. Sonuncu hissədə ox olmayan variantları silmiş olsaq, qalır Y və C variantı. İndi Y və C variantları arasındakı bir fərqə baxın. Məsələn, burada bu oxumuz ikinci sıradadır, burada üçüncü sıradadır. Ox burada üçdədir, növbəti sondadır. İndi yenidən başlayıb əvvəldən gəlməyə. İndi sağa doğru hərəkət edirsə, birinci yerdədir, indi olacaq ikinci yerdə. İkinci yerdə olan Y variantı deyə cavabımız olacaq Y. 60-cı sualımız. Yenə şəkil ardıcıqlarla bağlı bir sual tipidir. Baxın, ağ dairə buradadır. Bir dəfə yuxarı hərəkət etdi, gəldi bura. Sağa hərəkət edib gələcək bura bir dəfə. Baxın, gəldi bura. Bir dəfə də sağa hərəkət etsə, bu kvadratın yerini gəlib tutmalıdır. Yəni, sağdan ikinci yerdə olmalıdır. A-da orada deyil, C-də orada deyil, D-də orada deyil. Qaldı B və Y variantları. B və Y variantları arasındakı fərq bir də bu kvadratın yerindədir. İndi kvadratın qayda qanununu tapmış olsaq, kvadrat burada idi. Baxın, 1, 2, 3. 3 addım atdı, gəlir bura. Baxın, gəldi bura. Yenə 1, 2, 3. 3 addım atıb gəlməlidir bura. Gəldi bura. Yenə 1, 2, 3. 3 addım atıb, baxın, gəlib bu hissəni tutmalıdır. Artıq baxırıq ki, Y variantında oranı tutmayıb, amma B variantında oranı tutub. Deməli, 60-cı sualda doğru cavab olur B variantı. İndi isə keçirik 61-ci sualımıza. 61-ci sual, mətnin məntiq təhlili ilə bağlı bir sual tipdir. Biraz diqqətli yazsız, elə də çətin bir mətin deyildi. İndi ilk növbədə mətnimizi oxuyacağıq. Yazılıb ki, tarix, riyaziyyat, fizika, biologiya və kimya fakültələrinin tələbələri, bu tələbələr görüşüb gəzintiyə getməyə qərar aldılar. Görüş yerinə tələbələr müxtəlif vaxtlarda gəlib satıblar. İndi tarixləri ilk növbədə qeyd edəcəyik bir kənardan. Deməli, 9:50-də gəliblər, daha sonra 10:00-da gəliblər, növbəti 10:20-də gəliblər, 10:30-da və 10:50-də. Bir-bir verilmiş cümlələri oxumuş olsaq, birinci yazılıb ki, Kamranla Səbuhi görüş yerinə 30 dəqiqə fərqlə satıblar. Deməli, aralarında 30 dəqiqə olan tarixlərə baxacaq. Məsələn, 9:50 ilə 10:20 arasında 30 dəqiqə fərq var. Eyni zamanda başqa 30 dəqiqə fərq olan hansı tarixim var? 10:20 ilə 10:50 arasında da 30 dəqiqə fərq var. Deməli, Kamran, bir-bir adları da qeyd edin bir kənardan. Bizdə kim var? Nuranə var. Daha sonra Mahir var. Ayna, Səbuhi və Kamran. Deməli, tutaq ki, Kamran gələ bilər harada? Kamran tutaq ki, 9:50-də, 10:20-də gələ bilər və 10:50-də gələ bilər. Sadəcə ardıcılığı dəqiq bilmirik ki, birinci Kamran satıb ya Səbuhi satıb. Sadəcə aralarında 10 dəqiqə fərq olduğunu bilirik. Buna rahat qərar verə bilmək üçün növbət cümlələrdə oxuyaq. Növbət cümlədə yazılıb ki, Kamran tələbə qızların birindən əvvəl biologiya fakültəsinin tələbəsindən dərhal sonra gəldi. Deməli, biologiya fakültəsinin tələbəsi gəlib, daha sonra Kamran gəlib. Növbəti Kamrandan sonra da kim gəlib bizdə? Kamrandan sonra tələbə qızlardan biri. Ya Nuranə gəlib, ya Ayna gəlib. Ya Nuranədir, ya da ki Aynadır. Bunları yazdıq. Növbəti cümləni oxuyuruq. Tələbə qızlar görüşə bir-birinin ardınca gəlmədilər. Deməli, Nuranə ilə Ayna ard-arda gəlməyiblər. Tarix və Riyaziyyat fakültəsinin tələbələri eyni cinsləndirdilər və onlardan biri digərinə 40 dəqiqə sonra görüş yerinə çatdı. İndi aralarında 40 dəqiqə olanlar hansılar olacaq? Bir-bir baxmış olsaq tarixlərə. Baxın, 9:50 ilə 10:30 arasında da 40 dəqiqə var. 10:10 ilə 10:50 arasında da 40 dəqiqə fərqimiz var. İndi bir-bir yerləşdirməyə çalışacağıq sadəcə. Bir son cümləmizi də oxuyaq. Görüşə Aynadan sonra gələn Mahir oldu. Deməli, görüşə Aynadan sonra Mahir gəlib. İndi gəlin birinci ehtimalla yazmağa çalışacağıq ki, baxın, Kamrandan sonra gələn Aynadır. Bir dənə qız gəlməlidir. Aynadan sonra gələn kimdir? Mahirdir. Bu şəkildə yazmış olsaq. Kamran, Ayna, Mahir. Bu ikisi getdi. Bizdə qalıb nə? Nuranə ilə Səbuhi. Kamranla da Səbuhi arasında necə bir asılılıq var idi? Əgər 9:50 ilə 10:20 demiş olsaydıq, yəni 30 dəqiqə fərq var. Baxın, aralarında bir nəfər olardı. Kamranla Səbuhinin. Bu şəkildə olsa, artıq biz Səbuhini sağ tərəfə yaza bilməyəcəyik. Çünki sağ tərəfdə yazsaq 2 nəfər olmuş olur aralarında. Əgər 10:20 ilə 10:50 də yazmış olsaq, yəni aralarında bir nəfər var. Ona görə Səbuhini buraya yaza bilmərik. Deməli, Səbuhi burada olmalıdır ki, Kamranla Səbuhi arasında bir nəfər olsun. O da biologiya fakültəsində təhsil alan tələbədir. Bir nəfər qalıb, o da Nuranədir. Deməli, Nuranə oldu burada və biologiyada təhsil alan tələbədir. Eyni zamanda, baxın, buradakı ardıcıllıq 1, 2, 3, 4, 5 dənə saat verilib 5 nəfər də bu şəkildə düzmüş. İndi ardıcıl olaraq şəxslərimizi həmin yerə yazmış olsaq, Səbuhini 9:50-yə, 10:00 Nuranəni yazırıq, 10:20-yə Kamranı yazırıq, daha sonra Aynanı 10:30-a yazırıq, Mahir isə 10:50-yə yazmış oluruq. Elə bizdən soruşur ki, saat 10:50-də görüş yerinə gələn kim idi? 10:50-də görüş yerinə gələn kim olacaq?
mahir olmuş olacaq. Amma təbii ki, diqqətsizlik etmiş olsaq artıq burada görərdik ki, cavab yanlış almış olardıq. Yəni mahir seçmiş olsaq. Nəyə görə? Baxın, bir dənə cümləmiz var. Onu oxumamış, sonra sən deyə bilməzdik. Tarix və Riyaziyyat Fakültəsinin tələbələri eyni cinsdəndirlər və onların hər biri digərindən 40 dəqiqə sonra giriş yerinə çatdı. Aralarında 40 dəqiqə olanlar hansılardır? Baxın, 9:50 ilə 40 dəqiqə olan 10:30-dur. Eyni cinsdəndir yazılıb. 9:50 yazmışıq Səbuhi, 10:30 yazılmışıq Ayna. Eyni cinsdən deyirlər. Deməli bu deyil. Başqa hansı var? 10:10-dan 10:50 var. Nuranə ilə Mahir yenə eyni cinsdən deyil. Deməli qurduğumuz asıllıq, ardıcıllıq, doğru ardıcıllıq olmayacaq. Yerlərini dəyişməliyik. Bəs yerlərini necə dəyişəcəyik? Baxın, biz demişdik ki, Səbuhi ilə Kamran arasında nə olur olsun bir nəfər olmalıdır. Deməli, Səbuhi burada deyilsə, artıq bu şəkildə ardıcıllıq quranda doğru alınmırsa, biz Səbuhini atacağıq sona. Baxın, Səbuhini atdıq bu hissəyə. Növbəti. Daha sonra nə deyə bilərik? Digər tərəfdən demişdik ki, baxın, sonuncu cümlədə görüşə Aynadan sonra gələn Mahir olur. Deməli, Ayna burada olmayacaq. Ayna tamamilə fərqli bir yerdə olmalıdır ki, biz ondan sonra Mahir yaza bilək. Ayna ilə Mahiri də ardıcıl yazmaq üçün mən gərək Aynanı yazsam bura, Aynadan dərhal sonra gəlsin Mahir. Bu zaman Nuranə də avtomatik qalacaq bura. İndi bu şərtlər daxilində biz yuxarıda verilmiş bu düzdüyümüz düzüş daxilində yuxarıdakı şərtlərini yoxlayacağıq. Doğru alınsa deməli hər hansı bir problem yoxdur. Kamranla Səbuhi görüş yerinə 30 dəqiqə fərqlə çatıblar. Kamran 10:20-də, Səbuhi 10:50-də çatıb. 30 dəqiqə fərq var, doğrudur. Növbəti Kamran tələbə qızlarının birindən əvvəl biologiya fakültəsinin tələbəsindən dərhal sonra gəldi. Kamran Nuranədən əvvəl gəlib, Mahir də biologiyada oxuyur deyəcək, biologiyadakından sonra gəlib, doğrudur. Növbəti bu cümlə getdi. Tələbə qızlar görüş yerinə bir-birinin ardınca gəlmədilər. Həqiqətən, baxın, Ayna 9:50-dədir, Nuranə 10:30-dadır. Arda-arda gəlməyiblər. Bu cümlə də doğrudur. Tarix və Riyaziyyat Fakültəsinin tələbələri eyni cinsdəndirlər və onların biri digərindən 40 dəqiqə sonra görüş yerinə çatdı. İndi baxın, aralarında 40 dəqiqə olanlara baxacağıq. Biri 9:50-dir, biri 10:30-dur məsələn. Bunların biri Aynadır, biri Nuranədir. Eyni cinsdəndirlər. Həqiqətən aralarında 40 dəqiqə var. Biri tarix, biri də Riyaziyyat Fakültəsi ola bilər. Hər hansı bir məhdudiyyət yoxdur. Deməli, bu da doğru olmuş olacaq. Növbəti sonuncu cümlədə də yazılıb ki, görüşə Aynadan sonra gələn Mahir oldu. Həqiqətən Aynadan sonra Mahir gəlib, bu şərtdə doğrudur. Bütün şərtləri ödədiyi üçün 10:50-də kim gəlmiş olacaq? Səbuhi gəlmiş olacaq. Cavabımız olacaq A. Baxın, birinci şərtdə siz Mahir olaraq tapmış olsaydınız belə, bütün şərtlərimiz ödəmirdi. Baxın, əsas məsələ buradakı 40 dəqiqə şərti ödəmirdi. Ona görə diqqətli olmaq lazım idi. 61-də cavabımız olacaq A. 62-ci sualımız qatlanmış yazma açılması ilə bağlı bir sual tipidir. Demişdik ki, sonuncu kəsiyimiz olduğu yerdə qalmalıdır. Baxın, yuxarıdan aşağı doğru qatlayıb, kəsik aşağıda qalıb, daha sonra soldan sağa doğru qatlayıb, kəsik qalıb harada? Sağ aşağıda. Sağ aşağıda kəsik olduğu kimi qalmalıdır. Doğru cavab variantında. Baxın, A variantı yanlışdır. Məndə sağ tərəfdə burada kəsik yoxdur, amma A-da kəsik verilib. Bu yanlışdır. Daha sonra baxın, B-də burada kəsik verilməyib. Bir dənə üçbucaq var, sanki yanlışdır. D variantında yenə sağ tərəfdə verilib, amma məndə sağ tərəfi boşdur. D yanlışdır. Eyni qaydada baxın, Y variantında bu hissədə kəsik verilməyib. Burada. Yuxarıdan aşağı belə bir kəsik verilib, amma məndə burada yuxarıdan aşağı bir kəsik yoxdur. Y variantı yanlışdır. Doğru variant olacaq C variantı. Çətin bir sual deyildi. 63-cü suala baxırıq. Yazıb ki, 3 azarkeş A, B, C, D, Y və F komandalarının iştirak etdiyi bir turnirdə komandaların hansı yerlər tutacaqları barədə aşağıdakı proqnozları verir. Turnirin sonunda məlum oldu ki, birinci azarkeşin verdiyi proqnozlardan ikisi, 2 və 3-cü azarkeşlərin hər birinin verdiyi proqnozlardan 4-ü doğrudur. Verilənlərə əsasən neçə komandanın tutduğu yerdə əkləmək etmək mümkün olur. Baxın, bu tip suallarda hər zaman ortaq olanları götürməlisiniz. Hamısında eyni olanları götürməlisiniz. Biz proqnozlarımızı bir-birindən eyniləşdirə bilək. Danışa da bilmədim. Eyniləşdirə bilək. Yəni, onlar doğru sayı gəlib son nəticədə çıxa bilsin. Baxın, birbaşa biz deyəcəyik ki, D doğrudur. D 4-cü yerdədir. Bu halda birinci azarkeşin bir dənə doğru proqnozu var idi. O gəlib elə 2 dənə doğrudur, bir dənə. Baxırıq, 2 dənə doğru proqnozu var idi. Onun birini tapmış olduq. Eyni zamanda ikinci və üçüncü azarkeşlərində hərəsindən bir dənəsini tapmış olduq. Növbəti baxın, ən çox doğru proqnoz verən 2 və 3 olduğu üçün 2 və 3-də ortaq olan digər hərflərə baxacağıq. Məsələn, baxın Y-lərə. Y-lər ortaqdır. Növbəti keçəcəyik digər hissələrə. Məsələn, davamını nə edə bilərdik? Dedik ki, daha çox ortaqlara baxacağıq. Biz məsələn artıq düşünsək yuxarıda
S-ni doğru olaraq götürürük isə birinci yerdə birinci azərkeşin verdiyi baxın S birinci yerdə, D dördüncü yerdə şərtləri doğrudur, proqnozlar doğrudur. Bu halda biz S-ni birinci yerdə doğru götürmüşüksə məcburən S-ni burada doğru götürməliydik. Amma başqa bir ehtimalla biz deyərdik ki F doğrudur. Burada da F doğru olmuş olacaq. Davamını gətirə bilərdik. Məsələn F burada doğrudursa birinci, üçüncü yerdə. F artıq beşinci yerdə olması yanlışdır. Daha sonra mən artıq burada S-ləri doğru götürə bilməzdim. O zaman birincinin verdiyi proqnozlardan 3-ü doğru olmuş olardı. Deməli S-lər yanlış olardı. B doğru olardı. B doğrusu B burada yanlışdı. Məcburən burada A doğru olmuş olacaqdı. A burada yanlışdı. B burada yanlışdı. Y burada yanlışdı. Üçüncü sətirdə doğru olan kimdir? Baxın yeganə tapmadığımız S-dir. S-ni də burada doğru olaraq götürərdik. Bu bir ehtimal olardı. Amma bu ehtimalı mən tərsini də yaza bilirdim. Məsələn S-ləri götürmüş olsaydıq yuxarıda 2 dənəsi tamamlanardı. Artıq digər hamısı səhvdir. Çünki cəmi 2 dənə proqnoz doğrudur. Bu halda S-lər doğrudursa burada B yanlışdır. Daha sonra B burada gəlməyib. Burada gəlməyibsə B olacaq məcburən ikinci yerdə. Bu doğrudur. Baxın bu zaman avtomatik biz bu anı hələ ki buradan silək. Aşağıda 4 dənə tamamlamış olacağıq. Burada F yanlışdır deyə A məcburən burada doğru olacaq. Bu da burada yanlışdır. Məcburən bir də burada S-ni doğru olaraq götürmüş olacaqdıq ki ikinci və üçüncünün hər birinin 4 dənə proqnozu doğru olmuş olsun. Bu halda biz yenə gördük ki tamamilə fərqli bir ehtimal, fərqli bir qayda qanunluq tapdıq, çıxartdıq ortaya. Amma hər iki ehtimalda ortaq olanlar hansılar oldu? Y-lər və D-lər. Yəni cəmi 2 nəfərin yerini 2 komandanın yerini dəqiqlə müəyyən etmək olur. Digərləri isə artıq ehtimala dayanır. Yəni mən S-ni də götürə bilərəm doğru kimi, F-i də doğru kimi götürə bilərəm. Hərəsində bir ehtimal olacaq deyə mütləq doğru olanlar hansılar oldu? D və Y-lər oldu. Ona görə cavabımız olacaq 2. Növbəti 64-cü suala baxırıq. Yazılıb ki, kinoteatrda gün ərzində 7 cizgi film nümayiş olunur. Saat 10:00-dan etibarən hər saatın tamamında yeni cizgi film başlayır. Deməli, saatlarımızı qeyd edirəm. Saat 10-da var, 11-də. Düz saat neçəyə qədərdir? Şərtdən də burada görürük ki, saat 16-ya qədərdir. 11, 12, 13, biraz aralıda yazıq bunu. 14, 15 və 16. Bunları yazdıq. Baxın 7 dənə cizgi film olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də saatım var, doğrudur. İndi başlayırıq oxumağa. Yazılıb ki, A-nın nümayişi B-dən dərhal sonradır. Deməli, A-nın nümayişi B-dən dərhal sonradırsa, artıq A saat 10-da ola bilməz. Çünki saat 10-dan əvvəl yoxdur. Eyni zamanda B saat 16-da ola bilməz. Çünki B-dən sonra A gəlməlidir. Amma burada 16-dan sonra hər hansı bir saatım yoxdur. Növbəti cümlədə isə yazılıb ki, D-nin nümayişinə başlandıqdan 2 saat sonra C-nin nümayişi başlayır. Baxın, D başlayır. D-dən sonra bir dənəsi gəlir. Daha sonra da bir dənəsi hansı gəlir? C gəlir. 2 saat sonra S başlamış olur. İndi mən avtomatik deyəcəm ki, 10-da S ola bilməz. Çünki ondan əvvəl 2 saat əvvəl D olub. Amma saat 8 yoxdur. 11-də D ola bilməz. Çünki ondan əvvəl 2 saat əvvəl D olmalı idi. Daha doğrusu buraya S yazıram. S-dən 2 saat əvvəl saat 9-da D olmalı idi. Amma 11-dən 2 saat əvvəli yoxdur. Deməli, buraya S yaza bilmərəm. Eyni zamanda 16-ya D yaza bilmərəm. Çünki D-dən 2 saat sonrası yoxdur. 15-i D yaza bilmərəm. Çünki 15-dən 2 saat sonrası yoxdur. Növbəti cümləyə baxırıq. Y-nin nümayişi F-dən 3 saat əvvəl başlayır. Deməli, Y başlayır. Ondan 3 saat sonra da F başlayır. Yenə, mən F-i saat 10-a yaza bilmərəm. Çünki F-dən 3 saat əvvəli yoxdur. F-i saat 11-ə yaza bilmərəm. 11-dən 3 saat əvvəli yoxdur. Və 12 yaza bilmərəm. 12-dən 3 saat əvvəli yoxdur. Eyni qaydada mən Y-ni 16 yaza bilmərəm, 15 yaza bilmərəm və 14 yaza bilmərəm. Çünki ondan 3 saat sonrası yoxdur heç bir halda. Bunları qeyd etdik. İndi isə baxırıq növbəti cümləmizə. G-nin nümayişi saat 13:00-dadır. G-ni yazıram 13:00-da. Baxın, bu hissədən yazdım. İndi G artıq 13:00-dadırsa, G digər heç birində olmayacaq. Buradan yazaq, bəzən rahat şəkildə tamamlaya bilmək üçün. Növbəti cümləyə baxırıq. G ilə Y-nin başlama vaxtları arasında nə qədər fərq varsa, deməli, G çıxılsın Y, bu aradakı fərq bərabərdir nəyə? G ilə B arasında da o qədər fərq olmalıdır. G çıxsın B. Deməli, G-dən eyni məsafədə olmalıdır. Y də B də. Baxın, bunu bir ədəd oxu üzərində göstərmiş olsaq, tutaq ki, G buradadır. Y ilə B. G-dən eyni məsafədə olmalıdır. Y buradadırsa, B də tutaq ki, buradadır. Məsafəm eynidir. Buradan bura olan məsafə 2-dirsə, buradan bura olan məsafə də 2-dir. Amma mən bilmirəm, Y əvvəldə ya B əvvəldədir. Əksi də ola bilər. Bu şəkildə də ola bilər. İndi cavabları buna uyğun, daha doğrusu buradakı sistemi buna uyğun qurmağa çalışacağıq. Mən əgər Y-ni G-dən sağa yazmış olsam, baxın, Y-ni G-dən sağa hara yaza bilərəm? Baxıram ki, G-ni G-dən sağa heç bir yerə yaza bilmərəm. Baxın, 14-dən də silmişəm, 15-dən də silmişəm, 16-dan da. Deməli, Y G-dən solda olmalıdır. Bu ehtimal daha doğrudur. Bəs
G-ni Y-dən, daha doğrusu Y-ni Y-dən solda hara yaza bilərəm? Hələ ki 3 dənə yerim var, hər birini yaza bilərəm deyə hələ ki saxlamış olacam. Amma B-ni də hara yazacam? Y-ni sola yazıramsa, Y-ni G-dən sola yazıramsa, B-ni də G-dən sağa yazmalıyam artıq. Çünki aralarındakı məsafə eyni olmalıdır. B-ni isə rahat yerləşdirə biləcəyik. Nəyə görə? Mən bilirdim ki, B-dən dərhal sonra nə gəlir? B-dən dərhal sonra A gəlir. Bu harda yazılmışdı? A-nın nümayişi B-dən dərhal sonradır. Deməli, B-dən dərhal sonra A gəlir, B-dən əvvəldə bir yerdə də G var. Mən B-ni 16 yaza bilmərəm. Ya 14-ə yazacam, ya 15 yazacam. İndi bunu uyğunlaşdırmış olsaq, məsələn, baxın, bir ehtimalla biz yazmış olsaq Y-ni neçəyə? Y-ni artıq 10'a yaza bilmərik. Y-ni 10'a yazsaq, gerək B-ni yazaq neçəyə? 16'ya. Çünki arada keçən bu 2 saatlıq müddət hər ikisində eyni olmalıdır. Amma biz B-ni 16'dan silmişik. Deməli, Y 10'da deyil. Y-ni 11'ə yazmış olsaq, baxın, arada 1 saat fərq var. B-ni yazmalıyıq neçəyə? 15'ə. Bu halda bir cümləmdə var idi ki, baxın, Y ilə F arasında 3 saat fərq var. Yazıb ki, Y-nin nümayişi F-dən 3 saat əvvəl başlayır. Y-dən 3 saat sonra, 1 saat sonra, 2 saat sonra, 3 saat sonra olur F. F olur 14'də. B-dən dərhal sonra da A gəlirsə, A da olacaq burada. Daha sonra Y, G, F, B, A bunlar getdi. Geridə qalanlar hansılardır? S qalıb, indi diqqətlə baxmış olsaq, S-ni 1 və 2 onsuz da yaza bilmirdik. S-ni atarıq burada saat 12'yə. D ilə S arasında 2 saat fərq var idi. D-yi də onsuz yaza biləcəyimiz yer bir dənə burada. Baxın, D-dən 2 saat sonra saat 12'də də S başlamış olacaq. Bu artacaq doğru olacağı üçün cavabımız da nə oldu? Bizdən A-nın nümayiş vaxtından soruşurdu. Cavabımız da olacaq. D variantı 16 nə olmalı? Artıq məsələn siz Y-ni yoxlamış olsaydınız ki, Y 12'də olsun, B 14'də olsun, davamı doğru gəlməyəcəkdi. Mütləq onu da istəsəz yazıb yoxlaya bilərsiniz. Artıq vaxt getməsin deyə ona baxmış olmayacam. 65-ci suala baxırıq. 65'te yazılıb ki, verilən sözlər arasındakı məntiqi əlaqə əsasən analoji variantı seçin. Bağayarpaq otlardan biridir, ot da bitkilərdən biridir. Eyni qaydada, baxın, şərab bitkilərdən biridir, içki də mayelərdən biridir. Cavabımız olacaq A variantı. 66-cı sualda yazıb ki, birinci şəkil kubun açılmış vəziyyətidir. Bu kubun üçünü ikinci şəkildəki kimi yan yana qoysaq, alınmış fiqurun bir üzündə 4, 1, 5 nöqtələr görünərsə, digər üzdə 3 kubun nöqtələrin cəmi ən az neçə ola bilər? Doğru oxuyum bir daha dəqiq başa düşəsiniz. Yazıb ki, birinci şəkil kubun açılmış vəziyyətdir. Baxın, bu açılış vəziyyətidir. Kubun üçünü deyirəm. Üçünü ikinci şəkildəki kimi yan yana qoysaq, alınmış fiqurun bir üzündə 4, 1, 5 nöqtələr görünərsə, digər üzdə 3 kubun nöqtələrinin cəmi ən az neçə ola bilər? Baxın, digər üz dedikdə burada artıq üst üzü nəzərdə tutacaq. Bu daha dəqiq qeyd olunmalı idi. Deməli, 5'in üzərində minimum nə ola bilər? Bilməliyik ki, hər hansı ixtiyari bir kubun 4 dənə qonşu üzü var, 1 dənə qarşı üzü var. 5'in qarşı üzü hansıdır? 2'dir. Deməli, 5'in üzərində 2 heç bir halda görünə bilməz. 2'dən başqa bütün üzlər ola bilər. Ən az neçə ola bilər tapmaq istəyir isə, baxın, 2'dən başqa ən kiçik qiyməti hansıdır? 1'dir. Deməli, ola bilər 1 yazıram. İndi, 1'in qarşı üzü 6'dır. 1'in üzərində 6'dan başqa hamısını yaza bilərəm. Ən kiçik axtarıram deyə nə yazacağım 6'dan başqa? 2'ni yazacağım. Buraya yazdım 2. İndi 4'ün üstünə, baxın, 3'dən başqa 3 4'ün qarşı üzüdür. Hamısını yaza bilərəm. Amma ən kiçik olan hansıdır? 1'dir. Yazacağım 1'i. 1 plus 2 plus 1 cəmlə mənə 4'ü verəcək, cavabım olacaq D variantı. Növbəti 67-ci suala baxacağıq. Yazıb ki, aşağıdakı cədvəl KLMN marketlərindən hansında satışda PRST mallarının olduğunu göstərir. Cədvəldəki plus işarəsi marketdə satışda müvafiq malın olduğunu, minus işarəsi isə olmadığını bildirir. KLM-dən başqa alış-veriş edə biləcəyi yeri olmayan PRST mallarını almış isfəndiyar barədə aşağıdakılardan hansı mütləq doğrudur? Baxın, mütləq doğru cavab tapmalıyıq. Ehtimal əsaslana bilmərik. İndi bir variantları oxuyacağım. Ada yazılıb ki, isfəndiyar P-ni K-dan alıb. Baxın, isfəndiyar P-ni K-dan ala da bilər, almaya da bilər. Ola bilsin, gəlib P-ni alıb eldən. P-ni eldən də almış ola bilər. Çünki P məhsulu eldə də var. Daha sonra, məsələn, PRST hamısını almalıdır. R-lə, tutaq ki, S-i alar M-lə, T-ni də alar yenə eldən. Ala bilər. Cəmi 2 dənə mağazadan bazarlıq eləyər. Bu halda, baxın, bu mütləq doğru deyil. Ola da bilər, olmaya da bilər deyə bunu silmiş olacam. B-də yazıb ki, isfəndiyar marketlərin ən az ikisindən alış-veriş edib. Bəli, bu mütləq doğrudur. Ən az ikisindən alış-veriş ediləcək. Məsələn, düşünərəm ki, hərəsini birindən alıb, bunu da hətta buradan alıb 3 dənə KLM 3 dənə mağazadan alış-veriş etmiş oldu. Amma ən az halda mən deyərdim ki, baxın, bu üçünü M-dən alıb, bunu da L-dən alıb, P-yi, R-i və T-ni. Üçünü aldı M-dən, sonunda T-ni aldı L-dən.
Bu halda cəmi 2 dənə mağazadan alış-veriş etmiş oldu. L və M-lə. Bu isə mütləq doğrudur. Ən az ikisindən alış-veriş etməlidir. Məsələn, ancaq M-dən etmiş olsaydı, baxın, P-ni, R və S-i ala bilərdi, T-ni ala bilməzdi. Çünki T M-də yoxdur. Ona görə minimum 2 dənə olmalıdır. Cavabımız olacaq B variantı. Məsələn, C-ni də oxuyaq. İsfəndiyar M-dən 3 çeşid alıb. Baxın, deyə də bilərik, deməyə də bilərik. Ola bilsin, M-dən ancaq P-ni alıb, məsələn, R-i alıb K-dan, daha sonra S-i alıb N-dən, T-ni də alıb L-dən. Bu ola bilərdi. Bu artıq ehtimaldır deyə mütləq bunu silmiş olacaq. Digərlərinə də özünüz baxmış olacaqsınız. 68-ci suala baxırıq. Anagram sualı verilib yenə bizə. A variantında baraban yazılıb. Klavesin yazılıb B variantında. Növbəti tütək yazılıb C-də. D variantında tarakan yazılıb. Y-də isə gitar yazılıb. Deməli, fərqli variantımız hansı oldu? D variantına vermiş, tarakan olmuş oldu. 69-cu sual. Fiqurların birləşdirilməsi ilə bağlı bir sual tipidir. Burada üçbucaq olacaq cavabımız. Variantlar biraz doğru görsənmir. B variantı bu fiqur ifadə edir. D variantı da bu fiquru ifadə etmiş olacaq. Deməli, üçbucağı necə yaradacaq? Baxın, diqqətlə baxmış olsaq, məsələn, birinci bu 1 deyək, buna 1-i gətirib yerləşdirməyə çalışsaq. 1-i yerləşdirəcəkdik bura. Daha sonra, məsələn, buna 4 deyək. 4-ü yerləşdirəcəkdik bura. Biraz daha sərgələ çəkim. Dedik ki, 1-i yerləşdiririk bura. Daha sonra 4-ü yerləşdiririk bura. Növbəti, məsələn, buna 3 demiş olsaq, biz 3-ü tərsinə və ya olduğu kimi, ya da tərsinə çevirib daha doğrusu, yerləşdirəcək bura. 3 oldu burada, 1 oldu burada, bu oldu 4. Bir dənə 2 qaldı. 2-ni də gətirib qoyacaqdıq yuxarı isə 2 də oldu burada. Cavabımız olacaq Y variantı. Bu tip sualların əksəriyyəti, əgər bucaqlar çoxdursa, 2 bucaqları çoxdursa, əksəriyyəti gəlib 3 bucağa çıxır. Ona görə yoxlamaq istəyirsinizsə, birinci o tipli bir variantı yoxlamağı tövsiyə edirəm. 70-ci sualımız birinci hissənin sonuncu sualdır. Baxırıq 70-ə. Qatlanmış kağızın açılması ilə bağlı bir sual tipi verilib. Demişdik ki, sonuncu kəsiyimiz olduğu yerdə qalmalıdır. Baxırıq ki, sağ aşağıdan sol yuxarıya doğru qatlanıb. Daha sonra sağ yuxarıdan sol aşağıya doğru qatlanıb. Qalıb sol tərəfdə kəsik. Baxın, kəsik sol tərəfdədir. Doğru cavab variantında olduğu kimi qalmalıdır. İndi doğru cavab variantına baxmış olsaq. Baxın, artıq A variantı yanlışdır. Nəyə görə? İstiqamətlər eyni deyil. Baxın, bunların istiqamətləri hamısı aşağı baxır. Bu əksinə, onlara qarşı baxır. Amma burada istiqamətlərin hamısı eynidir. Kəsik hissələrini biraz daha böyüdüm, daha aydın görəsiniz. Baxın, burada kəsiklərin hamısı aşağıya doğru baxırdı. Amma A variantında sonuncu kəsikdə bu kəsiyin biri yuxarıya doğru baxır. A variantı yanlışdır. Daha sonra, məsələn, baxaq hansına? C variantında yuxarıya doğru baxır, amma bizdə kəsiklər aşağı baxırdı. C variantı yanlışdır. Digərlərini simmetrik olaraq açmış olsaydıq, hansılar ödəyərdi, hansılar ödəməzdi. Baxın, bir də D variantı da eləlik yanlışdır. Nəyə görə? Mənim burada kəsiyim yoxdur. Amma burada kəsik verilib mənə. Dedik ki, doğru kəsik, sonuncu kəsik olduğu yerdə qalmalıdır doğru cavab variantında. Ona görə D variantını da silmiş olacaq. Qaldı B və Y variantları. Artıq simmetrik olaraq açmağa çalışacaqdıq. Baxın, bir bu qat boyunca açırıq. Bu qat boyunca soldan sağa doğru açmış olsaq, həqiqətən baxırıq ki, burada olan kəsiklər burada da var. Simmetrik olaraq keçib o hissəyə. Amma, məsələn, biz bunu bütövlükdə açmağa çalışsaydıq. Bütövlükdə necə? Baxın, bu qat boyunca açmağa çalışsaydıq. Bir bu qat boyunca, baxın, bir də bu qat boyunca açmağa çalışsaydıq, artıq doğru alınmayacaqdı. Nəyə görə? Sonuncu kəsim B variantında doğru deyil. Ona diqqət yetirsək, onu da silə bilərdik. Baxın, bu kəsiklərin uc hissəsi baxır hansılara doğru? Digərlərinə doğru baxır. Amma burada əks istiqamətə baxır. Bunlara doğru baxmır. Yəni, ona görə B variantında siləndə avtomatik Y variantı qalmış olurdu. Bununla da qəbul tipli 3-cü sınavımızın izahının yekununa gəlmiş olduq. İlk hissəsinin izahının yekununa gəlmiş olduq. Çox ağır bir sınaq deyildi. Qəbul səviyyəli bir sınaqdır. Qəbulunuz da təxminən bu səviyyədə olmuş olacaq. Biraz diqqətli olsanız, suallara daha ehtiyatla yanaşmış olsanız, sizin üçün daha faydalı olacaq bu sınaqlar. Həmçinin vaxt bölgüsündə bu sınaqlarda mütləq həll etməyə çalışmış olacaqsınız ki, imtahanda vaxtla bağlı bir probleminiz olmasın. Və əsas məsələ, çalışın heç bir sualı əzbərləməyin. Əzbərləyə bilərsiniz, çox çətin bir sual olsa, amma əzbərləməyi tövsiyə etmirəm. Çünki qəbula nə qədər təkrar sual düşəcəyini bilmirik. Paralel olaraq hər hansı bir ədəd dəyişikliyi, bir hərf dəyişikliyi olar, bir sözü dəyişdirir, bir cümləni dəyişdirir, cavab tamamilə fərqli gəlib çıxa bilər.
və ya yanlış xatırlamış ola bilərik həmin an cavabı, onda artıq yaza biləcəyimiz bir sual əldən getmiş ola bilər. Ona görə çalışın hər birini başa düşərək yazın və ya yaza bilməsəniz də izahı əzbərləməyə çalışmayın. İzahı başa düşün. Hər hansı bir problem oldusa sualda, yenə başa düşməsəniz, yenidən rəyləri yazın, eyni sualı lazım olsa yenidən izah edək. Amma mütləq şəkildə hamısını əzbərləməyə çalışmayın. Qəbula nə qədər təkrar düşəcəyini deyə bilmərik. Bu günlük bu qədər. Növbəti izah videolarında görüşənə qədər hələlik.